Layihənin icrası zamanı sahədəki vəziyyətə əsasən bəzi texniki fərqliliklərə ehtiyac yaranır. Bu zaman əsas məqsəd bir sıra detalları dəyişərək sonda uğurlu nəticə əldə etməkdir. Layihə prosesində bəzən müəyyən dəyişikliklər qaçınılmaz olur. Məsələn, bu layihədə biz tavanda bəzi düzəlişlər etdik. Səbəbi isə layihənin ölçüləri ilə bağlı idi. Məkan daha uzun olduğuna görə əvvəl seçdiyimiz material bizə istədiyimiz vizual effekti vermədi. Buna görə də biz dəyişiklik edərək həm məkanın estetik görüntüsünü qoruduq, həm də ümumi balansı qoruduq. Yeni projemizde neoklasik ve lüks tarzı birleştirerekten ortaya bir tasarım, dizayn çıkardık. İlk etapta müşterimizle konuştuğumuzda şüşe olarak tavanı yapmak istedik. Daha sonrasında müşterimiz metal mi yapsak gibi bir arada gittik geldik. Sonrasında şüşede ve metalde kesit olacağından dolayı son kararımız dartma tavan oldu. Yeni projemizde size gösterdiğimiz renderımızdaki ürünlerimizin, detaylarımızın bir de canlı bir şekilde malzemelerini, ayrıntılarını size canlı göstermek istiyorum. Örneğin koltuğumuza bakmak istersek, koltuğumuzda kullandığımız kumaşımız dokuma kumaştır. Hemen TV ünitemize gittiğimizde, şöyle ben de geçeyim. TV ünitemizin üzerinde kullandığımız bu gördüğünüz detay boyadır. Cila dediğimiz yani. Cilalı boya. Aşağı yukarı 8 kat, 7 kata yakında bir cila el işçiliği hizmeti vardır. İnce detaylara vurgu yaparaktan müşteriye gerçekten o tasarımı hissettirecek şekilde detaylara önem vermemiz gerekiyor. Layihə başladığı gündən bitənədək hər detal incəliklə yerinə yetirilir. Nəticədə isə gözəl və zövqlü bir mənzərə ortaya çıxır.